Azərbaycan sadəcə böyükdür. İranda kim nə deyir desin mənə, o günü saxta bir statistika elan edib Azərbaycanlıların sayını 16 milyona, Farsların sayını 61 milyona gətirib çıxardılar. Hə, başınıza daş düşsün. Farsların sayı 18 milyondur. Bu sayılıb, hamısı gizli surətdə sayılıbdır. Azərbaycanlıların sayı isə 42 milyondan çoxdur. 42 milyondan çoxdur. Mən türkmənləri bura daxil edəmirəm. Qaşqay türklərini buraya daxil edəmirəm. İran Azərbaycan dövlətidir. Gedin Kiş adasına qədər gedin çıxın. Hind okeanının içərisində Şahın istirahət zonası. Orada azad zona yaradıblar. Həmin azad zonada mən orada olmuşam, görmüşəm, mağazinlər gəzmişəm, elə belə mağazalardır. Böyük supermarketlər deyil, kiçik mağazalardır. Amma hər şey satılır. Mən orada içəri girirdim, tək gəzirdim. İçəri girirdim, məni görən kimi üzümdən, geyimimdən, nəyimdən mən xoş gəldin ağa. Mən ən azı 30 mağazinə girdim, 30'unda da mənə xoş gəldin ağa. Hamısı türk dilində. Mən bunlardan soruşurdum, siz Türksünüzmü, Azərbaycanlısınızmı? Dedi, başqa cür ola bilməz. Ada bizimdir. Ada Kiş adası bizimdir.